günaydın. Necəsiz? Deməli, biz hazırlaşmışıq. Alisan da hazırlaşdırdı, yedizdirdik qəşəng, bir dənə su götürdük. Tacı da burada bu arada yenə xəstələnib, bilmirəm, başım çıxmır, nətər olacaq axırı. Deməli, gedirik, Alisanı çıxardırıq çölə ki, biraz bizə hava dəysin. Bugün özümüzə vaxt ayırırıq. Həm Alisanın qulağındakı qızıl sırğanı bəyənmirik, gedirik onu dəyişməyə, başqa sırğa almağa. Ağımda belə bir fikir var ki, Alisanın qulağındakı onu heç vaxt taxmayacağıq. Elə onu barter eləyək, üstünə də nə qədər pul lazımdırsa verək, əlavə olaraq Alisaya bir dənə qəşəng sırğa alaq. Çünki onu sonra taxmayacağıq. Niyə saxlayıram özümdə yalanını? Həm də qulağımdan qəşəng görürsəm, xoşuma gəldi. Sırğasını dəyişməyəm. Mənim bir-iki dənə qızıllarım var qırılan. Boğazımda Alisanın A hərfli sepi falan vardı. Eltimin aldığı sep vardı. Onlar hamısı qırılıb. Onları aparım qəşəng düzəltdirməyə. Keçən səfərdə videomda gördüyünüz kimi qolumda Pandoram vardı. O da qırıldı. Öz qızıllarımı da düzəltdirməyə. Oradan da gedək görək başımıza yolda nə işlər gəlir. Bir balaca alış-veriş eləyək. Görək nə olur. Let's go, man. Bugün xeyli pul xərcləyəcəksən. Həmişəki kimi. Kızıma fəda olsun, hə? Hadi kızım, Alisa da giyinib gidiyoruz. Götür kuzağı Alisi. Başının broşkasına baxın elə. Oy. Dayanmır, çöl istəyir. Çöl. İşte çıxardım, soskasını da dişləyib. Olmaz. Deməli uşaqlar çıxdıq evdən, gəldik evimizin yanında burada bir dənə qəşəng bir yer var. Orada yemək yeməmişik, səhər yeməyi dedim burada yeyərik. Alisa da gətirmişik özümüzdən, nəcəbsə hər iki sakitçilik. Nisbətən sakitçilik. Bir dənə peçenye alaraq bunun əlinə verərik yer, ha? Ya bulki alaraq bulki verərik. Sportu evdə qutarı, buna görə götürməliyim. Tatlılarımız gelsin arkadaşlar. Bu arada değil, o da stolun üstündedir. Gelsin yiyelim, gidelim sana sırgı alalım. Çaylarımız da geldi uşaqlar. Ben bir tane bundan dedim, bir tane bundan. İkisi de taciridir. Ben bir tane demiştim. İki tane yiyeceksin. Bir tane bəs yedim. Yok, iki tanesini ne olacak? Yemeğimizi... Ne lazım da oxudla sürmək? Yemeğimizi yedik uşaqlar. Mən çox da yiyənmədim, bir damcı yedim. İndi gedirik üzü Tavukçuya tərəf. Qızıllarımızı aparaq düzəltdirək. Evet. Sonra görək tacirə nə aldırırıq. Çox maraqlıdır mənə. Deməli uşaqlar bir dənə qızıl mağazasına girdik. Orada düzdür bir dənə qızıl bəyəndi. Prosta Alisa'nın əli tez-tez qulağında olur, dartır çıxardır. Mən belə yumru bir şey istəyirəm də halqa kimi ki, həm qulağını incitməsin, həm dartıb çıxartmasın. Alisa'nın öz qulağında var, arxası belə çıxmadı. Dartır çıxardır. İnanın ki, yəni bəxtəxuda 2 dəfə qulağından çıxardıb atıb da. O da bəxtimizdən tapmışıq. Pastelə falan düşmüşdü. Ona görə rahat açılan bir şey istəmirəm. İndi gəldik Tavukçuya, arxadaydı bizim baxdığımız yer. Burada da qızıl dükanından çox ancaq lambatdır. Hara baxsan lambatdır. Lambat dəş. İnanırsınız ki, bəlkə də 1 saatdan çoxdur yoldayıq. Yolda axtarıq, hamısı lambatdır. Deyib, burada qızıl şeyi var. Girək ora. Qızıl düzəldən də orası qızıl satırlar. Gel ora girək. Bu arada arkadaşlar, bizim bura gəldik. Buranı yəqin ki, indi tanıyırsınız. Buradayım. Hal-hazırda yolu keçməyə çalışır. Alisa da biraz başımızı xarab edir. Deməli uşaqlar, Alisa sağ olsun, girdik, hər şey elədik, imkan vermədi. Qızıl almanı aldıq, amma inanın ki, Alisa o qədər başımızı qatdı, oynasın ki, sırğanı qulağından çıxardı. Ulan, indi masum lazımdır. İndi heç nə olmamış kimi dayanıb. Qızıllarımı düzəltdirdim, bu setimi, şükür Allaha qovuşdum setimi, bir də Pandora qurulmuşdu, onu düzəltdirdim. Alisa'nın da sırğasını, köhnə sırğasını yaxşı elədi ya, amma hə canım. Deməli üstündə, görsünüz bax, var. Bax budur, kino olur, kino. Neyse, köhnə sırğasını verdi, üstündə 20 manat verdi, təzə sırğa götürdük. Vallahi qəşəng oldu ama canım. Sırğasını da çəkimdə ona imkan versə. Sırğasını çək. Mənim başıma. Deyinə, bu da sırğasıdır. Təzə sırğası. Çox çirkin, çox belə mədəniyyətdən xəbəri olmayan, çöllüyü bayrığı olmayan bir uşaqdır bu. Yuxusu gəlir, yuxusu gəlir. Yuxusu gəlir. Lay lay, balay, lay
xidmətçi nəsə çəkər. Deməli uşaqlar, gəldik evə. Mən həqiqətən sağala bilmirəm. Mənim yəni sağalmaqla əlaqəli problemlərim var. Bugün sağalam, səhər təzdən üstünə qalıram. Gözəl burada sərçə mahnısını oxuyub gedir Alisə. Kafesine konuyor, aslan kafesten uçmuş, kuşlar uçmuş kafesine. Option belə. Gəldi axırı o əzab əziyyətlərdən sonra evimizə çıxdıq. Çox pis, xəstəyəm mən. Mənim qılyanım, sonra deyirsiz ki, uşaqla çölə çıxır. Bu uşaq deyil. Bu evi zorpaqdan açılır. Yaxşı eləyir. Yaxşı eləyir. Aslanım da mənim, aslanım. Gəldi evimizə. Mən görüm bu günlərim sağalmasam. Всё, Bir gün bir serçe uçmuş Başımı kəsib tullayacaq. Merak edip de inmiş hayvanat bahçesine. Bir gün bir serçe uçmuş göklerde. Vay. Merak edip de inmiş Ne değil bu Alice? hayvanat bahçesine. Aslan orada duruyor, kafesinde uyuyor. Serçe kafese konmuş, oradan aslana sormuş. Bu da suyun da var yemeğin de. Yaşamak zor mu bu kafeste? Hayır. Suyun da var yemeğin de. Özgürlüğüm yok mu kafeste? Hayır. Uşaqlar, uzun maceralardan sonra geldi evimize, eşiğimize. Dedim taciri yatıştırım. Tacir Alisan. Yok, birini sen yatıştırmalıyım hayatım. Hə? Hə. Ayda qızlarıma qovuşdum aşkım, ne kadar güzel. Deməli qızlar, bacımızın yenə ağlına bir dənə fəsad bir video gəlib. Əslində bu video dünəndən qabağıma TikTokda çıxıb, sonra Instagramda çıxıb. Heç eləmək istəmirdim. Heç içimdən gəlmədi eləmək, amma o şeytana uymuşam da, başqa variantı yoxdur. Tacir hal-hazırda yatıb, biz gəldik, gələn kimi Alisa'yı rahatlaşdırdıq, yedizdirdik, Alisa yatdı. Sonra mən getdim Tacirin yanında biraz uzandım divanda. Tacir ucu yatmış olub hal-hazırda 5-ci yuxudadır. Prosta gözləyirəm ki, bir balaca dərin yatsın ki, xoruldasın. Çünki mənə onun ağzı açıq vəziyyətdə lazımdır. Tacir... Bax, qınamayın ha. Allah'a and olsun, qınasaz heç birinizlə danışmayacağım, çəkməyəcəm bir də YouTube. Sizin ucbatınızdan olur. Bax, mən sakit vlogumu çəkirəm gündəliyi. Altına yazırsınız ki, qışqırtma. Yəni, mənlik bir şey yoxdur. Özünüz qaşınırsınız. Sonra başlamayın ki, ay yazıqdır, ay niyə elədin, ay niyə belədin, ay elə, ay belə falan. Mənlik deyil. Nəysə, videonu gözləyin, görə başdan örnəkirəm. Amma indi ilk öncə paltarlarımı yumuşam. Paltaryan maşından paltarlarımı çıxartmalıyam. Bu arada bizim paltaryan maşını tokum çıxartmayanda, içindən paltar çıxardanda tok vurur. Sizdə də elə olur. Su keçirdir. Paltarlarımı sərim. Sonra gedək tacirin başına oynayacaq. Uşaqlar, paltarları sərdim. İndi mənə tacirdə yadım. İndi mənə lazımdır 2 dənə kamera. Birini tacirin telefonunu götürəcəm. Prosta ki, çox pis yatıb, böyrü üstə yatıb. Birini tacirin telefonunu götürəcəm. Birində bununla yaxın kadr çəkəcəm. Öz telefonumdan da uzaq kadr çəkəcəm. Birinci telefonu yerləşdirməyə yer tapım. Hardan qoya bilərəm? Bəlkə elə şkafın başından qoyum, nə deyirsiniz? Gözləyin görüm. Duracaq indi. Gözləyin gəlin.
Yok. Ne güzel. Aparıyor. Canım ağrı değil benim. Ağzıma lüp. Bir de xoruldasın, anlasın Allah. Hələ Allah'a şükür ki, burada xoruldaysan. Dur. Senin ağrıyor. Kızdırmam var. Kızdırmam var ya aşkım. Onlarda da kızdırmam. Həyatım səsin düzəlsin deyirədim. Mən axşam heç hamısını içmədin onun. Axşam məclisə getməlisən. Ay da bu neydi güzel. Yüreğim bulanır. Sen niye böyle şeyler edirsən ki? Zafatsız. Mənim bir şey deyil, izləyicilərin deyil, qışqırdım elə. Ay da başım ağrıyor. Gəl qızdırma bölçümsən bir dənə. Benim kızdırmam Arkadaşlar, çoxdur. şu an vicdan əzabı çəkmiş olabilirim. Ama birazdan bugün 5. gündür ona Burnumun yoksa şeyindi. yumurta anı var. Allah koy kolun altına. Değil, Birazdan sen bakın. sıfırdı. da. Sıfırdı da Bakın çıkmış. da. Senin sıfırdı. Bakın da Mən değil. inanmırsan. Vicdan əzabı çəkmiş idim ama bugün 5. gündür. Birazdan ona məclis düşə bilər. Məclisə gedə bilər və mənə dua edəcək ki, səsini açmağa çalışırdım. Mən silərəm. Bütün yumurtanı tökdüyün yeri Tacir. Burnumu silərsən. Tacir, mən bilmirəm ki, hansımızı sağaldım mən. Gözəl bir dərsini mən Safetlə verdim. Sağalamış. Kod yazmış. Allah, Ağzım zəhər datdı gözəl. Onsuz da zəhər kimi ağzımın. çay verəcəm. Qızıma böyüc. Titrəşim gəldi hocam. Titreşim nə? Mən təcili Juventus'a getməliyəm. Hara getməlisən? Ayda, Juventus'a. Juventus aradı. Xəstəxana. Hə. 2 saylı. Sil. İzləyicilərin qarşısında eləmirəm, oyun elə. Tamam. Neyse arkadaşlar, izləyicilərin qarşısında deyirəm. Siz də uşaq vaxtı burnunuzu Savetkaya siləndən sonra həmin o Savetkadakı şeyə baxmısınız. Heç düzün deyil amma. Tacir hal-hazırda baxmaq istəyirdi. Prosta gördü ki, kameraya çəkirəm, baxmadı. Niyə xəstələndin ki sən indi? Göz nəfs məni yıxacaq. Qızımın həqiqi var idi, amma ki sən mən paracetamol verim. Mən səbəxdən nə deyirəm? Deyirəm qızdırmam var. Əlimdə yumurta hissi gəlir. Sən əlləri şampunla yudun. Ay. Ay. Alisa xəstələnsə təzəndən səni öldürəcəm Tacir. Mən cep bu gün Juventus'da qaldım. Qızlar biz bilirsiniz Tacir nahara gedirik, sabah qayınlam gir gəlirlər. Hələ demə olmaz. Tamam, yaxşı. Ay. Sabah mama gəlsəydi Tacir. Neçə gündür rayondadılar arkadaşlar. Baxın. Ya dəymədə indi qoymuşuq, nə olub? Hardan indi qoymuşuq? 5 dəqiqədir. Mən ağır dərəcəli xəstəyəm, mənə dəymə. Salsan mən səni öldürəcəm onsuz da mən. Yaxın durma da mənə bala. Vuraram. Eləmə də canım ağrıyır. Buram ağrıyır mənim. Arkadaşlar Tacirə acil şifalar diləyəlim. Uşaqlar. Ağzınızın gözü dəyib mənə. Çox istəyirlər. Bir yax mənə direktdə Instagramda yazıblar ki, gözəl bacı Tacir əmiyə asobu salamlarımızla onu çox sevirik. Mən də sizi sevirəm. Mən də sizi sevirəm. Var olun. Allah sizi qorusun. Tacirin dırnaqlarını çox soruşursunuz qızlar. Tacirin dırnaqları 2 tara ifa edir. Ona görə uzundur. Bir gün əgər mən olmasam, teninə kim sığal çəkər, qorxuram ayrılanlara, al bizi misal çəkər, bu gecənin gözlərini. Çıxart Tay. Ay. Ay. Kızdırması var arkadaşlar. 37'nin üstündedir. 37 qızdırmaq da ağır dərəcəniz. 37 üstündə deyil, 37-ni keçirmiş. 37 yarım. 37'nin keçməyib. 37 yarımdır. 37'nin keçməyib aşkım. 37-ni keçib qara görmürsən sən, daltoniksən sən. 37 3-dür. 37 3 değil. 37'nin 7'sinin üstündedir. 37'nin keçəndən sonra 37'nin keçmiş sayılır. Qırmızı var, Hə. savaddır. Hə. Bax bu nöqtə qırmızı Hə. var, üstdəki. Hə. 37 yox. Bax bu. Hə. Onu keçibsə 37 keçib deməkdir. Haydi. Hə. Ha, onu da işte dərman gətirim. Aa. Arkadaşlar
Arkadaşlar, tacir biraz pislik qızılması qalxıb. Ona görə düşünürəm gedirəm mağazaya, ona su pişirməliyəm, təcili özünə gəlsin. Gedim mağazaya, görəm mağazada nə var. Çox maraqlıdır mənə. Niyə bu xəstəlik çıxmır bizim canımızdan? Heç bir şəkildə anlamıram. Nə bilim, görək də inşallah yaxşı olar. Gedək görək mağazada nə var. Hava qaralıb bu arada, amma narahat olmayın. Çox da gec deyil. Saat 9'dur. 9 yox, 9'un yarısı. Evet. Yoruldum. Tacirə buradan dedim mənə kömək eləsin. Aldım. Geçen şeyler aldım. O şamsına 47 manat pul verdim tacir. Prostoki bonus kartımız olmadığı için yine şeye gitti. Ve bir de bunu göstereyim kızlar, yerleştireceğim. Bir de yoğurt aldım Alisa'ya. Sizce ben Alisa'ya bundan verebilirim? Şu 11 aylık da Alisa demək olar ki. 2-3 gündən sonra 11 ay olacak. Verebilirim tacir. Siz bir de yorumlarda yazın, ben hələ ki vermeyeceğim. Baxım görüm nə deyirsiniz. Bəs ana. Deməli uşaqlar, mağazadan gələndən oturmamışam. Qəti sürətdən. Həm Alisa'ya bir dənə qəşəng belə süt pişirdim. Bəh. İndi bunu qəşəng birazdan yedirəcəm. Həm də tacirə belə toyuq qızartdım qəşəng kartofla. Çəkə bilmirdim çünki tacir xəstədir. Mən də həm bir əlimdən həm iş görüb, həm də video çəkməyə halım yox idi. Evet. Buralar bilirsiniz necindeydi. Hem iş göre hem yemek pişirirdim. Kınağını da koşmuştum buradan. Baka Ben daha kinoya bakırdım da. Burnumdan geldi. Bu kadar iş görmüşüm. Ali sen bakmışım bunların Bu da burada. yemek gözüyor. Ay Allah. Ay Allah. Burada deməli belə çıxıntı var deyə bura gələ bilmir. Bax bu çıxıntıya görə bu yuxarı qalxamır. Yuxarı qalxsa var bu şkafların hamısını məhv eləyər. Hə? Eləyərsən? Eləyərsən yoxsa yox? Oy, oy Allah, oy Allah. Ne güzel kızdı bu belə. Koyma yemek götürüm. Alice'in yeməyi. Bəh. Soysun. Abba istəyir Məşanım. Səsinə bax. Adına. Çox da. Qalanı da qoyuram soysun. Sabah gün oturur ancaq süt yeyər. Süper. Biraz qatı olub, Alisa qəti soğu yemir. Yəni Qatı yeyir, ha. qarnının getməyinə falan da şey eləmirəm. Çünki rahat edir şükür Allaha. Ayaq cəhətdən problemi yoxdur. Söhbətən qazan da istersin. Geçen reyhan almışam. İstəyirdim reyhan sesi düzəldim. Həqiqi. Boş içmədim. Mən reyhan Deyirəm həqiqi. Deyirəm, demirəm, düzəldə bilmirsən. Deyirəm həqiqi. ona görə düzəltməyəcəm. Düzəlt. Düzəlt görək. Öldürə bilər misin? Kütləvi zəhərləmə. Nankor. Vızılı tərəfə. Uşaqlar, mən üzürü sayın. Burnumu falan çəkirəm, edirəm, öskürürəm. Əgər bezdirəmsə sizi, affedin. Affedin beni. Sizləri sevirik. Ana şunları götür yerdən. Nələr? Ajdar yeyir. Kenan abimiz de burada kalır. Kenan abimiz de buradadır. Tatlıdır Kenan. Süperdi. Yani kaynanam gelse de bunlara sahip çıkardı. Yani esas da buna. Kim gələcəksin, mən nə fəl olacam? Şakir müvəqqəti deyil. Tatlıdır. Neyse yiyin. Bunu bana. Bu da toyuq uğurluyub. Toyuq uğursudur. Oturup burada yiyir. Sen ne yiyirsən? Süperdi. He? Tavuk yiyirsən aşkım. Sen eksik ol. Götü koparttı tacir. Koparttı koydu ağzına. 1 qram da yox deyil. Bu ketçup var ha. Ketçup et yerləşdirir. Yaxşı yemək dadlıdır. Kenan gide cüd ola ha işte. Süperdi. Mayada yapamam. Sütten ne balam tacir. Akim yarısını koparttı senin. Ona bak ağzında sallanır et. Deməli uşaqlar, bugünkü macəramız bu qədər.
getdik Alisanın qızılına dəyişdik, gözəl qızıllarını düzəltdirdik. Sonra gözəl evə alınası şeylər vardı. Getdi mağazadan onları aldı, gəldi. Amma nəticədə nə oldu? Gözəlin halı pisləşdi. Gözəl indi pislik yatıb. Videomu mən sonlandırmaq məcburiyyətində qaldım. Yatmamışam uşaqlar, amma çox pisəm. Gözəl pisdir. Uzanıb lay. Halı yoxdur. Videomuzu bəyəndinizsə bura qədər izləyib, like atıb, yorum yazıb, kanala abunə olmağı unutmayın. Ən əsası kanala abunə olun. Videoların öncədən xəbərdar olmaq üçün zınqrov var ya orada bildiriş. Bildirimləri də açıq qoyun ki, ilk videonu işləyən kimi sizə gəlsin. Bu barmaqçıqları da soruşmayın nədir? Naşıqdan zatdan döyüşürəm. Döyüşürəm çünki döyüş meydanındayım, PUBG gedir. Sizləri sevirik, özünüzə yaxşı baxın. Hələlik, gələn görüşlərə dək.